Alman reformasiyanın nəticələri var. Ondan əvvəli isə 1572-ci ildə Varfolomey gecəsi baş verir. Bu da Fransada yerləşən Parisdə idi. Yəni 4 ərazisində protestanlara qarşı qətliam törədildi. Katolik kilsəsi tərəfindən reformasiyaya qarşı İsa Cəmiyyəti adlı təşkilat yaradıldı. Bax fikir verin, Varfolomey gecəsi və İsa Cəmiyyəti 1572-ci ildədir. Yezuitlər adlanan bu təşkilatın üzvləri gizli xəfiyyə kimi fəaliyyət göstərirdilər. Onların öz fikirlərini yaymaq üçün açdığı məktəblər uzun müddət Avropada ən yaxşı məktəblər kimi tanınmışdı. Və yeni sosial-iqtisadi münasibətlərin bundan sonra yaranmasına, yəni kapitalizmin yaranmasına təkan verdi bu mübarizələr. Və reformasiyanın nəticələri var. Reformasiyanın nəticəsində kapitalist iqtisadi sistemin əsası qoyulur, ümumən Avropada. Yəni Avropa deyəndə, yəni bu hissəyə gedir də. Əslində bunu bəzi xəritə tərtib edənlər bu hissəni Avropanın bir dənə buradan baxın, İspaniya, Fransa, Almaniya bunu pişiyə oxşadılar bu hissəni. Yəni bu ayağıdır. İspaniya tərəf ön hissədir. Deməli, reformasiyanın nəticələri başqa nə nəticələr oldu? Elmi araşdırmaların dinin təsirindən azad oldu. Təhsil kilsənin nəzarətindən çıxıb dünyəvi mahiyyət daşımağa başladı və milli şuurun yaranmasına və milli dövlətlər dövrünə keçidə zəmin yarandı. Bu aid oldu reformasiya. Reformasiyanı təkrar şəkildə hər kəs oxusun, situasiya düşə bilər. Yəni düşə bilər deyəndə ehtimallar ola bilər də, 30 illik müharibədən də düşsün. Yaxşı, onda belə bir sual verək. Mən dedim ki, sonda çətin suallara keçəcəm. Sualı verək Mədinə. 4-cü gözəl Filiplə Martin Luterin oxşar cəhətlər. Papasına qarşı mübarizə aparmaları olar. Bəli. Deməli, 4-cü gözəl Filip və Martin Luter düşsə, Roma papaları ilə mübarizədə qalib gəlmələri. Hər ikisi Roma papası ilə mübarizə apardı və qalib gəldilər. Sonra Nurlan. Fatih Vilhelm, yəni bilirsən, Normand hökmdarı gəldi İngiltərəni yaratdı 1066-da. Siyahıya alması ilə Almaniyada kəndi müharibəsinin nəticələrində nə oldu? Necə müəllim? Fatih Vilhelmin siyahıya alması ilə Almaniyada kəndi müharibəsinin nəticələrində nə oldu? Oxşar cəhətləri yəni. Bilmədim müəllim. Kim deyər? Fatih Vilhelm. Yatırılması olar. Necə? Kəndlərə qarşı feodal qaydalar daha da gücləndi, o olar. Təhkimli hala salınması, azad kəndlilərin. Bir, Fatih Vilhelm 1066-cı ildə Qassim döyüşündə bu dövləti yaratdı. Bizdə də Səlcuqlar Şirvanşah 1-ci Təbrizzi tutur və eyni ildə, yəni o eyni sinxron il olduğuna görə mən deyirəm bunu. Fatih Vilhelm 1086-cı ildə əhalini siyahıya aldı. Mən deyirəm ki, Almaniyada kəndi müharibəsi də oldu 1524-25. Oxşar cəhəti olacaq ki, azad kəndlilərin təhkimli hala salınması. Almaniya 2-dir, bir də İngiltərə. Yaxşı, Jean Calvinlə Martin Luterin oxşar cəhətlərini kim sayır? Jean Calvin Fransadadır, Martin Luther Almaniyadadır. De. Reformasiya hərəkatı dövründə meydana gəlmişlər də. Amma ki, fərqli cəhətləri sizdə qeyddir. Luther Almaniyadadır, Calvin isə Fransada. Calvin Fransada. Əsas bizə oxşar cəhət lazımdır. Reformasiyada bu hər iki mübarizə aparan şəxs reformasiya dövründə papaya katolik etiqadına qarşı olmaları və yeni din cərəyanlara rəhbərlik etmələridir. Biri Kalvinizmdir, biri də katolik, ümumən ikisi də katolik kilsəsində islahatlar həyata keçirmək istəyirdilər. Yaxşı, belə bir sual. Tyler üsyanı ilə Thomas Müntzer üsyanının oxşar cəhətləri.
feodal zülmünə qarşı yönəlmişdi. Eyni zamanda əsas iştirakçılar da kəndlilər idi. Bəli. Kəndi hərəkatının rəhbərlik etmələri. Otto ilə üsyan nə vaxt olub? 1381. Harda olmuşdu? İngiltərədə. Hansı ərazidə? 1. Jaklar. Bəli. Xəritəni deyirdiniz müəllim. Xəritədə bəli 1. Bəli. Deməli, Jaklar, Ottayler və Almaniyada kəndi hərəkatının oxşar cəhətləri nə olacaq? Hər cür kəndlə hərəkatı idi. Və feodal zülmünə qarşı olmaları, bəli. Reformasiya nə vaxt başladı? 1517-də. Almaniyada kəndi müharibələrin baş verməsi, yəni iki ərazisində nə vaxt olub? 1524-25. Və Augsburg sazişi? 1555. Aha. 30 illik müharibə oxuyubsuz? Bəli. 30 illik müharibəni çalışın maksimum dərəcədə əzbərləyin və ola bilər ki, düşsün situasiya. Mən birinci cəhdə 4 mövzu atmışdım. 30 illik müharibədə onun içərisində idi. Amma 4 mövzu içərisində soyuq müharibə idi, İngiltərədə vətəndaş müharibəsi idi, 30 illik müharibə idi, bir də bir mövzu var idi. O soyuq müharibənin içərisində Ərəb-İsrail müharibəsi heç də o düşdü. Yəni təxmin olunan mövzular var. Əslində bu qədər etiraz varsa, əvvəllərdən də sala bilərlər. Ona görə 30 illik müharibə düşə bilər. Yəni onun üçün 30 illik müharibəyə hazır olun. Belə salmasalar da, yəni situasiya, belə deyək də, qapalı formada da sala bilərlər. Yaxşı, 30 illik müharibəni kim başlayar? Mənim səsiniz yaxşı gəlmədi. 30 illik müharibəni kim danışar? Deyim mən. Danışın. Ruqiyyə danış. Səbəbi katoliklərlə protestantlar arasında mübarizə idi və dini müharibə sayılırdı və 1618-ci ildə başlamışdı Romada. Roma imperiyasının torpaqları müqəddəs imperator və protestant knyazlar arasında başlamışdı. Sonra orada olan yeniliklər 16-cı əsrdə meydana gəlməsi, tüfəngdən daimi ordudan ilk dəfə istifadə edilməsi idi. Döyüşdə əsasən Almaniya torpaqları gedirdi. Döyüş Fransa, İngiltərə və müqəddəs Roma imperiyasının hökmdarları arasında baş vermişdi. Bir də nəticədə də Almaniya talan edildi, dağıldı. Qərbi Avropada üstünlük İspaniya və Fransada oldu. Bir də İngiltərədə vətəndaş müharibəsi, İspaniyada isə üsyanlara səbəb oldu. Bəli. Deməli, bu 30 illik müharibə 30 il çəkir də 1618 iki ərazisində olub, Almaniya ərazisində. Əslində Avropa ərazisində də davam edirdi 30 illik müharibə. Yəni düşürdü də bu hissələrə. Avropa, Fransa, İspaniya, İtaliya 1618-dən 1648-ə kimi 30 il çəkmişdi bu müharibə. Dini müharibələrin sonuncusu da adlandırılır bu müharibə. Yəni son qoyuldu. Müharibə Müqəddəs Roma imperiyasının ərazisində başladı. Müqəddəs Roma imperiyası biz demişdik ki, Qəznəvilər dövləti ilə eyni ildə yaranmışdı. 962-ci ildə Napolyon, 1-ci Napolyon imperiya dövründə, Fransanın imperiya dövrü, 1-ci imperiya dövrü biz bunu keçəcəyik. 1804-1814-dür. 1804-1814 aralığında, yəni 1806-cı ildə Fransalı Napolyon bu Müqəddəs Roma imperiyasına son qoyuldu. Amma Müqəddəs Roma imperiyasının ərazisi təxmini bu Almaniya var ha. Yəni Almaniya, Prusiya bu hissələrə əhatə edirdi. Tam. Deməli 1618-də müharibə başladı. Xüsusilə Fransa və İspaniya və Roma imperiyası hökmdarları arasında Avropa liderliyi uğrunda mübarizə mühüm əhəmiyyət kəsb edirdi. Yəni 4, 3, bir də 5. 3 İspaniyada, 4 Fransa, 5 Roma, yəni İtaliya gedirdi. Katolik Fransasının eyni etiqada malik Müqəddəs Roma imperiyasına qarşı protestantları müdafiə etməsi baş nazir və kilsənin kardinalı kim idi?
Kilsənin kardinalı kim idi bu dövrdə? Richelieu. Roma papası. Richelieu. Əsas Bəli, Richelieu idi. kilsənin kardinalı Richelieu idi. O dövlət mənafeyi prinsipi ilə bağlı idi. Və dövlət mənafeyi prinsipinin əsası Richelieu-nin əsası ilə qoyuldu da. Yəni o belə deyək də əsas istiqaməti o götürmüşdü. 30 illik müharibə Avropada o qədər də baş vermiş ən dağıdıcı münaqişə idi. Yəni bu vaxta kimi ən dağıdıcı münaqişələrdən biri bu idi. Zaten biz bilirik ki, tarixdə İngiltərə Fransa arasında 100 illik müharibə var. 1337-1453. Başqa isə 1618-1648 burada isə dini müharibələrin sonuncusu olaraq ən dağıdıcı müharibə idi. Döyüşlər əsasən Alman torpaqlarında getsə də, yəni bu hissələrdə İngiltərədən başqa, yəni bir ərazisi hər tərəf su ilə əhatə olunub, heç bir tərəfə birləşməyib. Bir ərazisi istisna olunmaqla bütün Avropa dövlətləri müharibədə iştirak edirdi. İngiltərədən başqa. Müharibə Avropa əhalisinin böyük tələfatına səbəb olur. Almaniya talan edildi və dağıldı. Ticarətin tamamilə dayanması, qarətçilik, aclıq, xəstəlik, sosial qarşılıq Almaniyada knyazların yenidən feodal qaydaları gücləndirməsinə səbəb oldu. 1648-ci ildə müharibə başa çatdı. Yəni 30 ildən sonra 1618-48 hansı konfrans imzalandı? Vestfaliya. Mən deyəcəyim ki, bəs İngiltərə iştirak etmədi və testlərdə İngiltərəni götürürlər axı. İngiltərə tam olaraq reformasiyada iştirak etdi. 30 illik müharibədə iştirak etmədi. Belə oldu indi. Bəli, İngiltərədən başqa Zamandan dururlar İngiltərədə. iştirak bilirsiniz, belədir də məsələ. Əsasən müharibə gedirdi. Bu 2-nin sağ tərəfində ərazi var. Bu qədim dövrlərdə bura birləşik idi və yaxud da aşağıdakı xətt. Bu müasir xəritədir. Onun üçün bu formada verilib. Bu ərazidə döyüşlər əsasən bu torpaqlarda gedirdi. İngiltərədən başqa bütün Avropa dövlətləri müharibədə iştirak edirdi. Reformasiyada İngiltərə var idi, amma 30 illik müharibədə yox. Və Vestfaliya sülhü imzalandı. Vestfaliya sülhü düşə bilər. Yəni bu sülh yeni salınıb dərsliklərə. Ola bilsin ki, testə düşsün. 1648-ci ildə sülhə əsasən mən bunu müqavilələr və sülhlər dərsində yenə deyəcəm. Ayrı-ayrı biz keçirdik ya, müqavilələr, döyüşlər, sonra dövlətlərin yaranması. Orada təzədən deyəcəm, bir döyüş və yaxud da müqavilə düşməlidir. Sülhün şərtləri nə idi? Müqəddəs Roma imperiyasını təşkil edən 300-dən çox Alman dövlətinin müstəqilliyi və öz dinlərini təyin etmə hüququ tanındı. Bu Almaniyanın siyasi dağınıqlığının rəsmiləşdirilməsi idi və kiçik knyazlara parçalanması rəsmiləşən Almaniyanın geosiyasi və geostrateji əhəmiyyəti sarsıldı. Açar söz nədir? Əgərləri görsəz ki, Almaniyanın geosiyasi, geostrateji sözü varsa, bilin bu Vestfaliyadan söhbət gedir. 30 illik müharibə Qərbi Avropada üstünlüyün İspaniyadan Fransaya, yəni 3-dən 4 ərazisinə keçməsi ilə nəticələndi. Müharibənin fəsadları digər Avropa dövlətlərinə də təsir göstərdi. İngiltərədə vətəndaş müharibəsi 1642, 1646 və 1648. Bax fikir versiniz, müharibə nə vaxt oldu? 1618-1648. İngiltərədə vətəndaş müharibəsi isə 1642-46. Birinci vətəndaş müharibəsidir, kralla parlament arasında. İkinci vətəndaş müharibəsi 1648-dir. İngiltərədə vətəndaş müharibəsinə təsir göstərdi bu 30 illik müharibə. İspaniyada üsyanlar baş verdi. Yəni 3 ərazisində üsyanlar olur. İngiltərədə vətəndaş müharibəsi olur. 30 illik müharibənin gedişindədir ya bu İngiltərədəki vətəndaş müharibəsi. Deməli, bu Vestfaliya sülhü ilə ilk dəfə olaraq Avropada dövlətlər arasında müqavilədə Papanın imzasına ehtiyac duyulmadı. Yəni ehtiyac olmadı. Bu vaxta kimi Papa bütün müqavilələrə imza atırdı, amma Vestfaliyada buna son qoyuldu. Bu kilsənin gücünün məhdudlaşdırılması demək idi. Yəni bunlar çalışırdılar nəyə? Reformasiyada başladılar islahatlara, burada da müharibəyə başladılar və Papanın nüfuzunu zəiflətmək idi məqsəd. Bunu 4-cü Gözəl Filip etdi, Martin Luther etdi, Thomas Müller etdi. Yəni bunların məqsədləri biri dinc yolla müharibə aparırdı, biri silahlı yolla müharibə aparırdı. Məqsədləri nə idi?
Papanın gücünü məhdudlaşdırmaq və sülh Avropada dünyəviliyin güclənməsinə təkan verməklə yanaşı, burada dini müharibələr dövrünü sonlandırdı. Yəni 30 illik müharibə dini müharibənin sonuncusudur kimi də deyilir. Necə ki, misal üçün deyilir ya, Nadir Şah Əfşar Şərqin sonuncu fatihi deyilir. Bunun ləqəbidir. Burada da dini müharibələrin sonuncusu 30 illik müharibə idi. Və Vestfaliya Avropanın ilk ən böyük sülh konfransı olmuşdu. Burada müəyyən qaydalara əsaslanan dövlətlərarası münasibətlər sistemi Vestfaliya sülhü ilə yaranmışdır. Vestfaliya konfransı suveren dövlətlərin bərabərliyi yanaşmasının dövlətlərarası münasibətlər ilk dəfə tətbiq edilməsi ilə səciyyəvi idi. Yadınızda qalsın, əsas 3 şərt var Vestfaliyada. Deməli, biri Avropada dünyəvilik gücləndi. Dini müharibələr sona çatdı. Papanın gücü məhdudlaşdırıldı və Papanın imzasına ehtiyac duyulmadı. Yəqin ki, bununla bağlı sual düşsə, heç kim səhv yazmaz. Biz bunu təkrar şəkildə nə vaxt keçəcəyik? Sülh müqavilələrində. Yaxşı, sual verək. Belə bir sual. 100 illik müharibə nə vaxt olub, 30 illik müharibə nə vaxt olub? 100 illik 1337-1453, 30 illik 1848. Bu isə 1618-1648. Aha, indi kim deyər? 100 illik müharibə və 30 illik müharibənin oxşar cəhətləri. Bu qəbulda düşəcək ha, bu hissələrdən. Hər ikisində Fransa iştirak edirdi məsələn. Başqa? Yeni yaranmış nəsə silahlar var idi. Amma fərqli idi silahlar məncə. Bəli, bu fərqli cəhət idi. Hər ikisinin, yadınızda qalsın, istəyirsinizsə qeyd də aparın. Onsuz da mən qayd eləyirəm ekranı. Sonda atacam qrupa. Fransa, yəni 100 illik müharibədə və 30 illik müharibədə Fransa krallığının qalib gəlməsi Avropada sosial-iqtisadi həyata ağır zərbə vurulması idi. Əsas iki səbəbi idi. Həm 30 illikdə, həm 100 illikdə Fransa qalib gəldi. Biz bilirik də 100 illikdə Cressy 1346, Poitiers 1356, Azincourt 1415 burada Fransa kralı əsir alınır. Fransa məğlub oldu üstdə. Lakin geri dönüş 1429-da Orleanda, 1453-də Fransa qalib gəlir Kale limanı bir ərazisinə, yəni İngiltərəyə qalırdı, 4 qalib gəlirdi. Və 30 illik müharibədə də Fransa qalib gəlir. Bu da oxşar cəhətdir. Yaxşı, reformasiya, yəni 16-cı əsrdə başlayan reformasiyanın 30 illik müharibə ilə oxşar cəhətini kim deyər? Mən deyim müəllim. De Nurlan. Deyim mən. Avropanın bir sıra dövlətləri də iştirak elədilər. Katoliklər ilə protestantlar arasında gedirdi, ikisində də. Sonra Müqəddəs Roma imperiyasında başlamışdı, yəni o ərazidə başlamışdı. Bir də siyasi dağınıqlıq qaydaları güclənmişdi. Siyasi dağınıqlıq və feodal qaydaları güclənmişdi. Bəli. Yəni dini zəmində baş verdi bu müharibələr, Avropa dövlətləri daxilində müharibələrlə nəticələnmələri və Roma papazının nüfuzunun zəifləməsinə səbəb oldu. Əsas məqsəd bu idi, yəni nəticə. Yaxşı, belə bir sual. Augsburg sülhü və Vestfaliya sülhünün oxşar cəhətləri. Mən deyə bilərəm. Başqa? Deyim. De. Mənim Kim desin? yeni müharibə son qoyuldu mənim Almaniyada. Ondan sonra da başqa da hesab Deməli, Augsburg sülhü... burada Hökmdarlara özlərin qəbul azadlıq ediblər. verilir, öz dinlərini təyin etmək bağlıdır. Bəli. Deməli, Bəli, Almaniyada da bu digər dövlətlərdən fərqli idi Almaniyanın bu. bəli. Öz dönəmi. Dedik ki, Augsburg sülhü Almaniya ərazisində, iki ərazisində 1555-də oldu. Bu zaman Azərbaycanda paytaxt Qəzvinə köçürüldü. Birinci Təhmasibin dövrüdür. Birinci Amasya sülhü imzalandı. Birinci mərhələ başa çatdı. Deməli, və Augsburg sülhü oldu. Vestfaliyada 1648-dir. 1648-də tarixdə əsas hadisələr deyirəm. İngiltərədə vətəndaş müharibəsi olub, ikinci vətəndaş müharibəsi və Vestfaliya sülhü imzalanır Avropada. Almaniya, o ikisinin də oxşar cəhəti Almaniya daxilində müharibələrin başa çatdırmaları.